2 nəfər yoldaşınızı dəvət edirsiniz. Onlar da ideyanı anlayıb 2 yoldaşını dəvət edir. Dəvəti necə etmək lazım olduğunu biz sizə öyrədəcəyik və sizin yoldaşlar 2 nəfər dəvət edir. Onlar öz növbələrində 2 nəfər dəvət edir və sizin artıq 30 nəfərlik strukturunuz var. Siz 2 nəfər dəvət etdiniz, sizin strukturunuzda isə 30 nəfər adam var. Bəs əgər siz və sizin vasitənizlə şirkətə gələnlər 3 nəfər dəvət etsə, sizin artıq 120 nəfərlik strukturunuz olacaq. Amma mütləq ki, sizin ətrafınızda ən azı 5 nəfər var ki, həyatını dəyişmək istəyir. Və əgər siz 5 nəfər dəvət edib, o 5 nəfərə əlavə 5 adam dəvət etməyi öyrətsəz və öz sisteminizi 3 pillə dərinləşdirsəz, sizin artıq 780 tərəfdaşınız olacaq. Bu isə artıq 1000-ə yaxındır. Tərəfdaşlarınızın aldığı hər bir məhsuldan siz faiz əldə edirsiniz. Fikir verin, siz heç kimə işinə satmadan və ancaq yaratdığınız mal dövriyyəsi nəticəsində şirkətdən gəlir əldə edirsiniz. Amma biznesin əsas məğzi istifadəçi kütləsi yox, peşəkar direktorlar komandası yaratmaqdır. Hardakı sizin adamlar sizin kimi qazanacaq. Bu rekruter biznesi yox, müəllimlər biznesidir. Bizə çağırdığımız adamlara görə yox, onlara iş öyrətdiyimizə görə pul verirlər. Birinci dərəcəli direktor komandasının mal dövriyyəsindən 5% sizindir. Bu nə deməkdir? Siz hər belə qrupa görə minimum 400 manat qazana bilərsiniz. Sizin isə bu tip 2, 6, 12, 24, 36 qrupunuz ola bilər. Məsələn, siz 6